Salam, sizə faydalı olsun deyə paylaşıram. Su ilə çalışan istipol haqqında danışacağam. İstipol dövriyyəni tamamlamaqla bitmir. İstipolun montajı o qədər də asan deyil. İndi yazacaqsınız ki, 15 ildir işlədirik, heç nə olmur. Xeyr, elə deyil. Hər işin düzgün görülmə qaydası var. İş düzgün görülsə, daha effektiv olacaq, daha qənaətcil olacaq. Çox vaxtı fikir verirəm, istipolu birbaşa betonun üstünə montaj edirlər. Bu yol verilməzdir. İstipolu montaj edərkən nələrə diqqət etməlisiniz? Birinci növbədə hidroizolyasiya olunmalıdır. Əsasən də bina evlərində. İstilik izolyasiyası çox vacibdir. Minimum 30 mm olmalıdır qalınlığı. Üzərinə istipol üçün nəzərdə tutulmuş xüsusi penoplast quraşdırmalısınız. Həmçinin də divarların kənarlarında demper lenti vurulmalıdır. Bu, betonun çatlamasının qarşısını alır. Betonun qalınlığı çalışın 50 mm-dən az olmasın. 1 metr kvadrat istipola təxminən 5-6 metr boru lazım olur. 1 metr istipol təxminən 60-70 watt istilik verir. Bir dövrə 60-70 metrdən çox olmamalıdır. Bəzən istehsalçılar bunu 100 metrdə yazırlar. Amma mən məsləhət görməzdim. Borular arasında tövsiyə olunan məsafə 20-25 santimetrdir. Döşəmə altında boru birləşməsi qətiyyən etmək olmaz. Şəkildə gördüyünüz hər dövr variantın 4-ü də düzgündür. Bunu ancaq yerində usta qərar verə bilər. 100 metr uzunluğunda metal plast boru qızdığı halda 5-6 santimetr, polietilen boru isə 40 santimetr uzanır. Uzunluq artdıqca genişlənmə də artır. Boru betonun içində sərt şəkildə sabitləndiyindən və genişlənmək üçün heç bir yeri olmadığından içəriyə doğru uzanmağa başlayır. Borunun içərisi tədricən daralmağa başlayır. Dövrə uzunluğu 60-70 metrdən çox olarsa, borunun ömrü qısalar. Yəni genişlənmə səbəbindən boruda su axını tamamilə bloklanacaq. Təcrübəli ustalar istipolun üzərinə beton tökmədən öncə təzyiqi normadan 1,5 dəfə çox edirlər ki, 3 gündən sonra dövrədəki təzyiqi normaya endirirlər. Bunun sayəsində borunun ətrafında kiçik bir boşluq qalır. Və bu sonradan borunun genişlənməsinə imkan verir. İzlədiyiniz üçün təşəkkür edirəm. Vatınız hər zaman güclü olsun.